Salam, xoş gördük hər birinizi. Biz bugün sizlə Nadir xana və Nadir şaha qarşı olan üsyanlardan danışacağıq. İlk öncə onu deyək ki, Nadirin köçürmə siyasəti, vergi siyasəti, feodal zülmü əhalinin ona qarşı narazılığına səbəb olmuşdu. Həmçinin sənətkar və tacirləri Xorasana göndərməsi də Azərbaycanın təsərrüfat və şəhər həyatına da olduqca zərbə vurmuş və bu hadisə də ona qarşı narazılığın artmasına səbəb olmuşdu. Və Nadirə qarşı ilk üsyanlar hələ Səfəvilər dövlətinin dövründə baş vermişdi. Və Nadirə qarşı ilk üsyana baxsaq, 1734-cü ildə Astarada və ardınca Carbalakəndə baş verdiyini görə bilərik. Demək, Nadir xana qarşı ilk üsyanlar 1734-cü ildə Astarada və Carbalakən ərazisində baş vermişdi. Bundan sonra 1734-cü ildə Nadir Şamaxını Osmanlılardan azad etmək üçün Şamaxıya qoşun yeridir və bu zaman Şamaxı əhalisi Nadirə qarşı müqavimət göstərirlər. Bu müqavimətdən qəzəblənən Nadir 1734-cü ildə Şamaxını yandırır və Şamaxıları Ağsu şəhərinə köçürmüşdür. Həmçinin kəndlilərdən alınan vergini pulla əvəz etməsi də əhalinin, əsasən də Şirvanda, əhalinin yenidən ona qarşı çıxışlarına səbəb olmuşdu. 1737-ci ildə Nadir Hindistana və Mərkəzi Asiyaya yürüş eləmişdi və Nadirin ölkədə olmamasından istifadə edən əhali 1738-ci ildə hansı əhali? Azərbaycanın şimal-qərb bölgəsi. 1738-ci ildə Dağıstandan kömək alaraq Carbalakən əhalisi yenidən üsyana qalxmışdı. Nadir həmin üsyanı yatırmaq üçün qardaşı İbrahimi bura göndərir. Qardaşı İbrahim döyüşdə öldürülür və üsyanı yatıra bilmir. Yenidən 1741-ci ildə Nadir demək, Mərkəzi Asiya olan yürüşü başa çatdırır və Carbalakən üsyanını özü yatırtmışdı. Yəni, özü həmin üsyanı çətinliklə də olsa yatırdı. Bundan sonra biz Nadirə qarşı baş verən Sam Mirzələr üsyanına baxacağıq. Burada qısa bir xatırlatma eləmək istəyirəm. Demək, Nadirə qarşı ilk üsyanlar onun xan olduğu dövrdə baş verir və Səfəvilər dövləti bu dövrdə mövcud idi. 1734-də Astarada və Carbalakəndə. Nadir isə 1736-da şah seçilmişdi 47-yə qədər. Demək, yenidən 1738-ci ildə Carbalakəndə baş verən üsyan isə artıq onun şah olduğu dövrdə baş vermişdi. Və indi isə biz baxacağıq Nadir şaha qarşı baş verən Sam Mirzələr üsyanına və bununla yanaşı Hacı Çələbi üsyanına. İlk öncə onu vurğulayım ki, 1-ci, 2-ci, 3-cü Sam Mirzələr üsyanının məqsədi nə idi? Səfəvi hakimiyyətini bərpa etməkdir. Sam Mirzələr kimləri idi? Niyə özlərini belə adlandırırdılar? Bunlar yalancı Səfəvi şəhzadələri idilər və özlərini Sultan Hüseynin oğlu kimi qələmə verirdilər və yenidən Səfəvi hakimiyyətini bərpa etmək istəyirdilər. 1-ci və 2-ci Sam Mirzə üsyanları Şamaxıda baş vermişdi, yəni Azərbaycanın şimalında. 3-cü Sam Mirzə üsyanı isə Azərbaycanın cənubunda, Ərdəbil və Təbriz ərazisində baş vermişdi. İndi isə biz baxacağıq 1-ci Sam Mirzə üsyanına. 1-ci Sam Mirzə üsyanı baş verir 1743-cü ildə Şamaxıda. Özünü yalancı Səfəvi şəhzadəsi kimi qələmə vermişdi 1-ci Sam Mirzə və az müddətdə ətrafına böyük bir dəstə toplamışdı. Müttəfiqi kim idi? Müttəfiqi Qazıqumluqlu Surxay xan idi. Biz Qazıqumluqlu Surxay xanın adını bir yerdə də eşitmişik. Harda? Xatırlayırsınızsa Hacı Davud üsyanında. Hacı Davudun da sabiq müttəfiqi məhz Qazıqumluqlu Surxay xan idi. Baxmayaraq ki, yəni tez-tez qaçırdı, amma yenə də ondan müttəfiq kimi istifadə edirdilər. Və 1-ci Sam Mirzənin də müttəfiqi olmuşdu Qazıqumluqlu Surxay xan. Demək, Surxay xanla bir yerdə
Məhz 1-ci Sam Mirzə Şamaxıya, Ağsuya yürüş eləyir, Ağsu şəhərini tutur və burada onun ilk tədbiri Nadir Şah tərəfindən qoyulmuş vergiləri ləğv etmək olur. Təbii ki, bunun bu addımı əhalinin də rəğbətini qazanmışdır. Bəs 1-ci Sam Mirzə üsyanı nə vaxt yatırıldı? Elə 1743-cü ildə kim tərəfindən? Nadir Şahın oğlu Nəsrullah Mirzə tərəfindən yatırılmışdı. Nəsrullah Mirzə 1743-cü ildə demək Şamaxı yaxınlığında döyüşdə 1-ci Sam Mirzəni məğlub eləyir və 1-ci Sam Mirzə edam olunur və bunun müttəfiqi olan Qazı Qumuxlu Surxay xan da yenə adəti üzrə qaçmışdı. Daha sonra biz baxacağıq 2-ci Sam Mirzə üsyanına. 2-ci Sam Mirzə üsyanı da yenə baş vermişdi Şamaxıda və neçənci ildə? 1743-cü ilin sonunda. Sadəcə burada bir şey nəzərinizə çatdırım ki, 2-ci Sam Mirzə üsyanı əslində Təbrizdə üsyana başlamaq istəmişdi. Lakin ifşa olunaraq tutulmuşdu. Ciddi rəqib sayılmadığına görə onu sərbəst buraxmışdılar. O isə yenidən Şamaxıya gəlmiş, özünə müttəfiq tapmış. Bəs onun müttəfiqi kim idi? Qazı Qumuxlu Surxay xanın oğlu məhz 2-ci Sam Mirzənin müttəfiqi olmuşdu. Və burada Şamaxı ilə Şabdan arasında baş verən döyüşdə 2-ci Sam Mirzə qalib gəlmişdi. Nəsrullah Mirzə məğlub olmuşdu. Və bundan sonra demək burada 1743-cü ilin sonunda Ağsu yaxınlığında yeni bir döyüş baş verir. Ağsu döyüşündə isə Nəsrullah Mirzə qalib gəlir, 2-ci Sam Mirzə məğlub olur, Gürcüstana qaçır. Lakin bu zaman Kartli Kaxetiya çarı olan Teymuraz 2-ci Sam Mirzəni tutur və Nəsrullah Mirzəyə təhvil vermişdi və 2-ci Sam Mirzənin də aqibəti eyni ilə 1-ci Sam Mirzənin aqibəti kimi edam olunmuşdu. Bundan sonra biz baxacağıq 3-cü Sam Mirzə üsyanına. 1-ci və 2-ci Sam Mirzə üsyanından fərqli olaraq 2-ci Sam Mirzə üsyanı 1747-ci ildə başlamışdı. Təbriz və Ərdəbildə, yəni Azərbaycanın cənub ərazisində başlamışdı. Digərlərini isə gördüyünüz kimi Şamaxıda, şimal ərazisində başlamışdı. Nadir öləndən sonra bunun ilk işi Nadir tərəfindən qoyulmuş idarə etmə sistemini ləğv etməkdir. Həmçinin öz adına Təbrizdə pul da zərb etdirilmişdi və digər Azərbaycandakı feodallara fərmanlar göndərərək ondan asılı olmağı bildirmişdi. Lakin heç biri 3-cü Sam Mirzənin fərmanına müsbət cavab verməmişdi. Bundan sonra isə 3-cü Sam Mirzənin belə deyək ki, hakimiyyəti uzun sürməmiş və keçmiş İrəvan hakimi, daha sonra isə Təbriz xanlığının əsasını qoyan Əmiraslan xan tərəfindən məğlub edilərək edam olunmuşdu. Bir daha 1-ci, 2-ci, 3-cü Sam Mirzələrin üsyanını xatırladıram. 1-ci, 2-ci Sam Mirzə 1743-cü ildə şimalda baş vermişdi, Şamaxıda baş vermişdi. 1-ci Sam Mirzə həmçinin digərləri hər üçü Səfəvi hakimiyyətini bərpa etmək istəyirdilər. 1-ci və 2-ci Sam Mirzələr Şamaxını tutmuşdular, yəni Ağsunu tutmuşdular. 1-ci və 2-ci Sam Mirzələr Nəsrullah Mirzə tərəfindən məğlub olunaraq edam olunmuşdular. Həmçinin 2-ci Sam Mirzə haqqında onu deyim ki, Şabran və Dərbənd arasında baş verən döyüşdə qalib gəlmişdi. Ancaq Ağsu yaxınlığındakı döyüşdə məğlub olmuşdu. 3-cü Sam Mirzə üsyanı da bəli, cənubda baş vermişdi. Bunun da məqsədi Səfəvi hakimiyyətini bərpa etmək idi. Lakin Əmiraslan xan tərəfindən məğlubiyyətə uğramışdı. Daha sonra biz sizlə elə həmin ildə, yəni hansı ildə? 1743-cü ildə baş verən Hacı Çələbinin başçılığı ilə baş verən üsyana nəzər yetirəcəyik. Hacı Çələbi üsyanının əsas məqsədi Məlik Nəcəfin vergi və deyək ki, ağır şərtlərlə əhali idarə etməsinə qarşı yönəlmişdi. Və Hacı Çələbi üsyanı belə deyək ki, Nadirə qarşı xanlıqların yaranmasının əsasını qoymuşdu. Yəni, ümumiyyətlə, Hacı Çələbi üsyanı müstəqil xanlıqların yaradılmasının əsasını qoymuşdu. Və burada Hacı Çələbi üsyanı 1743-cü ildən 1746-cı ilə qədər davam etmişdi. Nadir Hacı Çələbiyə qarşı
qoşunu yeridir. 1744-cü ilin payızı və 1745-ci ilin yazında heç bir nəticə əldə edə bilmir. Bundan qəzəblənərək Şəkiyə od vuraraq yandırır və 1700 burada, yəni bir də Hacı Çələbi öz Şəki əhalisini köçürmüşdü. Gələsən görəsən qalasına. Bir şey vurğulamadı. Burada Car Balakən üsyanında isə əhalini, yəni carlıların sığınacağı Cingöz qalası idi. Şəki üsyanında isə Gələsən görəsən qalası idi. Və 3000'lik qoşunu Nadir Şah qoyur bu Gələsən görəsən qalasının qarşısında geri qayıdır və burada bir şeydə vurğulayım ki, artıq Hacı Çələbi ərzaq çatışmazlığı nəticəsində şərt irəli sürür ki, vəkil vəzifəsində qalmaqla yenidən